Bismillah, salam əziz dostlar. Allahın köməliyi ilə gördüyünüz kimi dostlar, profnastilərin baş hissəsin. Baxın, hamısı yuxarı qalxıb və tir hissələrdə. Görürsünüz dostlar, hamısı yuxarı qaldırmışıq. Deməli, mahiyə bant vurulacaq və inşallah ki, üstündən konyak oturacaq. Belə, divara oturan hissələr hamısı yuxarı qalxıb. Tinlərimiz də beləsinə. Yəni bunu qaldırmaq səbəbi mahiyə bant olsa da, qaldırmaq səbəbi odur ki, əgər yağış suyu mahiyə bantının altından sızma verərsə, olma ehtimalı azdır, amma bir ehtimaldır da. Yəni, su dəyib qalxan hissələrə təkrar geri qayıdacaq. Belə. Sonra nalın içində aktivalarımız da vurulub. Baxın, ətəklər də gördüyünüz kimi şöyle qatlanılıb və burada aktivalar da baxın, görürsünüz öz yerində. Belə, sağ olun dostlar.